Salam, xoş gördük hamınızı. Bugün çiyələk mürəbbəsi hazırlayıram. Çiyələyin mövsümüdür və çiyələk mürəbbəsi üçün belə sağlam, iri, yəni əzilməyən, bərk çiyələklər almaq lazımdır. Çiyələyin mürəbbəsinin öz çiyələyi var. Yəni xırda çiyələkdən mürəbbə olmur, onlar cemə yarıyır. Belə yumru və bərk çiyələklər çiyələk mürəbbəsi içindir. Əzilməyən çiyələklərdir. Təzə çiyələklər suyunu gec buraxır, yəni gec əzilir. Amma köhnə çiyələk suyunu tez buraxır. Şəkər tozu dəyən kimi də tez əzilir, isti dəyən kimi. Çiyələyin təzəliyini, onun saplaqlarının yamyaşıl olmasından, yəni bir qədər şax və sulu olmasından bilmək olur. Solmuş saplaqlı, qaralmış saplaqlı çiyələklər köhnə çiyələklər olur. İndi bunların saplaqlarını təmizləyib bir-bir suya yatıracağım ki, qumunu, tozunu buraxsın. Burada mənim 3 kiloqramdır çiyələyim. Təmizlənib hər halda bir 2 kiloqramdan çox çiyələk qalar. Artıq çiyələklər yuyulub, aş düzəndə bir xeyli saxladım ki, suyun çəksin. Suyu çəkilib və tasa, ləyənə biraz şəkər tozu əlavə edirik. Qat-baqat çiyələk və şəkər tozu yığırıq ki, suyunu buraxsın. Mənim çiyələyim 2 kiloqramdır. 2 kiloqram çiyələyə 2 kiloqram da şəkər tozu əlavə edirəm. 1-2 saat, təqribən 2 saat, 3 saat çiyələyi şəkər tozunda saxlayacağım ki, tam suyunu buraxsın. Bütün şəkər tozunu çiyələyin üstünə səpirik. Ben de 2-3 saatlıq saxlayıram ki, tam suyunu buraxsın. Öz şirəsində pişməlidir çiyələk. Artıq 4 saatdır ki, mən çiyələyi şəkər tozuna yatırmışam və sizə onun suyunu göstərmək istəyirəm. Yetəri qədər, yəni çox suyu çıxıb. İndi onu ocağın üzərinə qoyuram. Vam odda pişsin. İndi vam odda çiyələkləri qoyuram qaynasın. Xodu az olmalıdır və nəzarətdə saxlamaq lazımdır. Çiyələk elə bir varinədir ki, köpüklənib daşa bilər. Tez-tez baxın, amma qarışdırmaq olmaz. Ta ki, şəkər tozu əriyib, qaynara düşənə kimi buna heç bir nə qaşıq, nə kəfkir, heç nə vurmadan gözləyirik ki, bu qaynasın. Artıq gördüyünüz kimi mürəbbə qaynayır və üzərinə yığılan köpüyü yığırıq. Mən bu köpükləri atmıram. Bunları şirniyyatda istifadə edirəm. Yəni ki, meyvənin şəkərlə olan köpüyüdür. Bütün dadı, tamı, hamısı buradadır. Buna görə onu mən heç atmıram. İstifadə edirəm. Çiyələyimiz artıq qaynayır. Bunu baxmaq lazımdır. Belə qaynadı, 5 dəqiqə qaynasın və odun altını söndürüb çiyələyi tam soyutmaq lazımdır. Soyuyandan sonra odu söndürürəm və soyuyandan sonra bir də qoyacağım bişməyə. Artıq mürəbbəmiz qaynayır. Soyuduqdan sonra qoydum biraz qaynasın. Və indi baxaq görək pişib deyəsən. Biraz nəlbəki əlavə edirik suyundan.
və gördüyünüz kimi gec birləşir. Artıq pişib, altını söndürürük və üzərinə yığılan bu xırda köpükləri də yığırıq ki, soyuyanda yığmaq bir qədər çətin olur. Tam soyuyana kimi gözləyirik. Tam soyuduqdan sonra artıq mürəbbəni bankalara yığa bilərik. Artıq mürəbbəmiz yaxşı soyuyub. Gecədən mən bunu qoymuşam, soyuyub. Gördüyünüz kimi çox gözəldir rəngi. Meyvələri də dən-dən düşüb. Və indi onu həm bankalara yığacağam, həm də çay üçün içməyə çəkəcəm. Bankalardan deyim ki, bankaları heç bir yuyucu ilə, yuyucu şampunlarla yumaq olmaz. Əgər mürəbbələri yığacaqsınızsa, bunu çay sodası ilə yuyub, qurudub, sonra mürəbbə yığmaq lazımdır. Bilmirəm niyə, amma mürəbbə yığılan bankalar hökmən çay sodası ilə yuyulmalıdır. Və indi mürəbbəmizdən gördüyünüz kimi rəngi çox gözəldir. Meyvələri də dən-dəndir. Artıq mürəbbəmiz hazırdır. Samovar çayı da qaynayıb. Və çayla içə bilərik. Çiyələyin mövsümüdür. Daha doğrusu indi yerli çiyələklər çıxıb, dərmansız. Əsl çiyələk mürəbbəsinin vaxtıdır. Hazırlayın. Sağ olun. Kanalımızı izləməyi unutmayın.